Oksid əsas turşu və duzların bəzi xassələri. Bəzi oksidləri qızdırdıqda bəsit maddələr kimi parçalanır. Misal üçün burada reaksiyada görürük. Gümüşün oksididir, parçalanıb gümüşün özünə və oksigenə. Burada isə civə oksiddir, parçalanıb civiyə və oksigenə. Hər iki reaksiya temperatur şəraitində, yəni qızdırılmaqla gedir. İkinci xassəmiz qələvilər amfoter metallarla, misal üçün berilyum, alüminium, sink və s. reaksiyaya daxil olub duz və hidrogen əmələ gətirirlər. Natrium OH, natrium hidroksidin üzərinə sink gəldik və yaxud da berilyum, alüminium hansı olsa gəlmək olar. Bu zaman nə alınır? Duz alınır və hidrogen alınır. Gördüyünüz kimi burada sinkin duzu alınıb və hidrogen, berilyumla reaksiyada isə berilyumun duzu alınıb və hidrogen. Qələvilər bəzi qeyri-metallarla, halogenlərlə, silisiumla, fosforla və kükürdlə reaksiyaya daxil olurlar. Qələvlərin və suda həll olan turşuların suda məhlulu indikatorların rəngini dəyişir. Gəlin buna baxaq ki, hansı indikatorlar var və qələvlərlə turşulara bu indikatorlar necə təsir edir? Yəni bunların təsirindən indikatorlar rəngini necə dəyişir? Bu bizim indikatorlarımızdır. Lakmus, fenolftalin və metil oranj. Qələvi mühitdə lakmusun rəngi göy rəngi olur. Fenolftalinin rəngi, fenolftalin belə deyilir də, yəni fenolftalin. Fenolftalinin rəngi moruğu, metil oranjın rəngi isə sarı rəngi alır. Bu qələvi mühitdə aldıqları rəngdir. Elə rəngi də göstəriblər ki, yadda qalsın. Lakmus göy, fenolftalin moruq, metil oranj sarı. Neytral mühitdə bənövşəyi lakmus olur, rəngsiz fenolftalin olur, metil oranj isə narıncı rəngi alır. İndi baxaq turş mühitə. Turş mühitdə isə lakmus qırmızı rəngi alır, fenolftalin rəngsiz olur, metil oranj isə cəhrayı rəng alır. Bax, bunu yadımızda saxlayaq, buna aid testlərdə suallar düşür. Mühiti bununla təyin etmək olur. Turş duzu, duzun tərkibində olan metalın hidroksidi ilə reaksiya aparanda, yəni turş duzla duzun tərkibində olan metalın hidroksidi reaksiyaya girəndə normal duz, başqası ilə təsir edəndə isə 2 qat duz alınır. İndi burada baxaq. Bu bizim turş duzumuzdur. Görürsünüz. Reaksiya girir qələvi ilə və öz metalı ilə. Burada nə deyir? Turş duza duzun tərkibində olan metalın hidroksidi ilə təsir edəndə. Hər ikisi natriumdur. Natriumun duzu və natriumun hidroksidi. Bu zaman nə alındı? Normal duz alındı. Görürsünüz? Normal duz alındı və su alındı. Başqa metalın hidroksidi ilə təsir edəndə isə 2 qat duz alınır. Yəni, baxın, burada gördüyünüz kimi, burada natriumun duzudur, burada kaliumun qələvisidir, kaliumun hidroksididir. Və burada alınır nə? 2 qat duz. Bu xassələri yadımızda saxlayaq. Əsasi duza, duzun tərkibində olan turşu ilə təsir edəndə normal duz, fərqli turşu ilə təsir edəndə isə qarışıq duz alınır. Reaksiyamıza baxırıq. Misal üçün, kalsiumun əsasi duzudur da, görürsünüzmü? Buradakı xlorid turşusudur da, duzun tərkibində olan turşudur.
Xlorid turşusu ilə təsir edəndə gördüyünüz kimi normal duz alındı və su alındı. Başqa turşu ilə təsir edəndə isə, fərqli turşu ilə təsir edəndə isə nə alındı? Qarışıq duz alındı. Gördüyünüz kimi burada alınan bizim duzumuz qarışıq duzdur və su alındı. Orta aktiv və ya pasiv metalların əsasi duzları həm qələvlər, həm də turşularla reaksiyaya daxil olur. Orta aktiv və ya pasiv metalların əsasi duzları. Baxın, alüminium OH xlor 2. Üzərinə gəlirik xlorid turşusu və ya üzərinə gəlirik kalium hidroksid. Yəni bu deyir ki, həm qələvlərlə reaksiyaya girir, həm də turşularla reaksiyaya girir. Baxaq burada birinci reaksiyada nə alındı? Alüminium xlorid. İkinci reaksiyada isə əsasi duz alınır. Və sonra burada onun üzərinə yenə də kalium hidroksidi əlavə eləyəndə əsasın özü alınır. Yəni mol sayından asılı olaraq burada həm əsasi duz alına bilər, həm də əsasın özü alına bilər. 1 mol üzərinə gələndə alındı əsasi duz. 1 mol da gəldi, 2 mol gələndə artıq burada kalium xlor çıxır. Burada 2 mol kalium xlor çıxacaqdır. Onda burada 1 mol çıxmışdı. Və alınır alüminium hidroksid. Biz bunları öyrəndik. Burada bizim bir çalışmamız var. Bu öyrəndiklərimizi burada tətbiq eləyə bilərik.